Qurani Kərim evlilik üçün konkret yaş həddi müəyyən etmir. Bunun əsas səbəbi insanların bioloji və psixoloji inkişafının iqlim, mühit, fərdi xüsusiyyətlər və fiziki əmək amillərinə görə fərqlənməsidir. Quran evliliyi sadəcə quru rəqəmlərlə deyil, insanın bioloji, əqli və sosial yetkinliyi ilə əlaqələndirir. Bu baxımdan ən mühüm dəlillərdən biri Nisa surəsinin 6-cı ayəsidir. Ayədə yetimlərin evlilik çağına çatdıqdan sonra sınaqdan keçirilməsi, onlarda rüşd, yəni ağıl, üzgün qərar vermə və mal mülkünü idarə etmək bacarığı müşahidə edilərsə, mallarının özlərinə qaytarılması əmr olunur. Bu ayə açıq şəkildə göstərir ki, təkcə bioloji yetkinlik kifayət etmir. Fərdin ailə və maddi məsuliyyəti daşıya biləcək əqli yetkinliyə də sahib olması vacibdir. Bu yetkinlik səviyyəsi isə hər kəsdə eyni yaşda formalaşmır. Ayədə nikah çağı ilə rüşd anlayışlarının birlikdə qeyd edilməsi göstərir ki, Quranda təkcə bioloji yetişmə deyil, insanın məsuliyyət daşıya biləcək səviyyəyə çatması da mühüm əhəmiyyət daşıyır. Ayənin əsas mövzusu yetimin malının idarə olması olsa da, burada evlilik yaşı ilə məsuliyyət anlayışı arasında əlaqə qurulduğu görünür. İnsanların fiziki inkişaf sürəti yaşadıkları coğrafiyadan və həyat tərzindən birbaşa asılıdır. İsti iqlimlərdə yetkinləşmə daha erkən, soyuq və mülayim iqlimlərdə isə daha gec baş verə bilir. Eyni zamanda ağır fiziki əmək də orqanizmin yetişmə prosesində həlledici rol oynayır. Erkən yaşlardan etibarən fiziki işə cəlb olunmaq, sümük əzələ sisteminin xarici mühitə və təzyiqə daha tez adaptasiya olmasına gətirib çıxarır. Tibbdə Wolf qanunu kimi tanınan bu prinsipə əsasən, sümüklər onlara düşən yükə uyğunlaşaraq daha tez sərtləşir. Bu isə bədənin fiziki cəhətdən vaxtından əvvəl möhkəmlənməsinə, yeniyetmənin xarici görünüşcə öz yaşından daha böyük və yetişmiş görünməsinə səbəb olur. Bundan əlavə, gündəlik əməkdə iştirak etmək insanın psixoloji baxımdan da pişməsinə təsir edir. Gənc yaşda ailə yükünü bölüşmək və çətinliklərə sinə gərmək fərddə məsuliyyət hissini, yəni rüşdü həm yaşıdlarına nisbətən qat-qat tez formalaşdırır. Məhz inkişaf templərindəki bu kəskin dəyişkənliyə görə Quranda bütün dövrlər və cəmiyyətlər üçün dəyişməz, şablon bir yaş həddi təyin edilməmişdir. Bəzi rəvayətlərdə Peyğəmbərin zövcələrindən biri ilə onun 6 yaşı olarkən evləndiyi iddia edilir. Lakin bu əlbəttə ki, doğru ola bilməz. Çünki ilahi vəhyi, Quran ayələrini insanlara çatdıran və tətbiq edən Peyğəmbərin əqli və iqtisadi yetkinlik şərtini irəli sürən Quran prinsiplərinin ziddinə getməsi qeyri-mümkündür.